uşaq böyütmək çox çətindir. Və məhz buna görə insanın biologiyası, anatomiyası ona yönəlib ki, qadınlar sadəcə uşaq doğmaq istəyir. Soruşsan niyə görə cavabını tapa bilməyəcəkdir. Sırf instinktivdir, analıq instinktivdir. Uşağın saçını inəyəndə orada xüsusi onun aroması var, hansı ki qadında oksitasini və xoşbəxtlik qarmonlarını qaldırır. Uşaq doğulanda kişinin testosteronu azalır. Ki, yəni sakitləşin. Səni bütün təbiət 200 min təkamül boyu düzəldib ki, sən fokuslanasan uşağı, onun böyüdülməsinə fokuslanasan. İndi ki biz bu təbiətə qarşı gəlirik öz-özlüyündə. Hamı deyir ki, təbiətə qarşı gəlmək lazımdır. Tez evlənməyin, mən nə bilim, öz cinsinizi 14 yaşında təyin edin, filan zırtpır və bu istiqamətdə bu progressivistlərin, solçuların 70-ci, 80-ci illərdən başlayan bir prosesdir. Adını progressivist qoyublar, güya yaxşı səslənir, amma bu progressivist həmçinin biologiyadan da uzaqlaşmaq deməkdir. Və biz hamını biologiyadan uzaqlaşdıraraq rahat, özün üçün yaşa, sənin üçün yaxşı olsun. Və bu fəlsəfəni yürüdərək, əlbəttə ki, heç kim uşaq dünyaya gətirməyəcəkdir. Əhalinin stabil qalması üçün ailədə 2,1 uşaq olmalıdır ortalama. Yəni ki, 75% ailədə ən azı 2 uşaq olmalıdır, 25%də 33 uşaq olmalıdır ki, əhali stabil qalsın. 2,1-dən aşağı düşəndə fertility rate dediyimiz artıq nəsil kəsilməyə doğru gedir. Avropada artıq 1,5-ə düşübdür. Bu o deməkdir ki, 3 nəsildən sonra Avropalılar qalmayacaqdır sadəcə olaraq.